Arzu. Allahın Peyğəmbəri sallallahu aleyhi və alihi və səlləm buyurub, mənim ümmətim üçün arzu rəhmətdir. Əgər arzu olmasaydı, heç bir ana öz övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi. Sabah sağ qalmasını arzulayan kəs əbədi yaşamağı arzulayır. Allah Taala şübhəsiz məndən başqasına ümid bağlamış hər bir möminin ümidini onu məyus etməklə qıraram. Arzunu qısa et və səhər açılanda de, mən axşama çıxmayacağam və axşam düşəndə de, səhərə kimi sağ qalmayacağam. Dünyadan ayrılacağına ciddi hazırlaş və Allaha qovuşmağı sev. İmam Əli əleyhissalam buyurub, arzu həmdəm dostdur, arzunun sonu yoxdur. Arzular bitib tükənməzdir. Puç və batil arzudan çəkinin. Çünki çoxları sabahın arzusunda olub, amma sabaha çıxa bilməyib və çoxlarına gecənin əvvəlində qibdə edir, lakin axırında onun halına ağlayırlar. Arzu ilğım kimidir. Onu görəni aldadı və ümid bağlayanı məyus edir. Arzular bəsirətin gözlərini kör edir. Arzu, şeytanın qafillərin qəlblərinə hakim olma amilidir. Arzunun nəticəsi işin puç olmasıdır. Arzu qəlbi unutqanlığa çəkir, yalan vəd verir, çoxlu qəflət və xəbərsizlik gətirir, əfsus və həsrətlə nəticələnir. Arzu ağlı aradan götürür, yalan vəd verir, qafilliyə həvəsləndirir, əfsus və həsrətlə nəticələnir. Odur ki, arzunu yalan hesab edin, çünki o aldadandır və arzusu olan şəxs isə aldanmış və günahkar. Əgər insan əcəli və onun insana tərəf tələsməsini görsə, arzuya nifrət edər. İnsanın əcəli çatmayınca, onun nəfsi arzusuz olmaz. Arzu, əcəli insanın yadından çıxarar. İnsana ən yaxın şey əcəl və ölüm, ən uzaq şey isə arzudur. Kim insana ümid bağlasa, ona təzim edib və onu böyük bilib. Bilin, siz arxasında əcəl olan arzunun mühasirəsindəsiz. Buna görə də kim əcəli çatmamış arzu günündə iş görsə, işi ona xeyir verər və əcəli ona ziyan vurmaz. Uzun arzu axirəti insanın yadından çıxarır.